Bildiğiniz gibi 1918-ci ildə Azərbaycan Cumhuriyyəti elan olunanda İrəvan Azərbaycanın tərkib hissəsi kimi elan oldu. Bu coğrafiyada ermənilərə ərazi nəzərdə tutulmamışdı. Ermənilərə nəzərdə tutulan Gümrüydü. Türkiyə ərazisindən, bizim İrəvanın ərazisindən də bir az hissə, mərkəzidə Gümrü şəhəri olmaq şərti ilə onlara bir ərazi ayrılmışdı. Ancaq oranı Osmanlı ordusu tutduğuna görə sabahı gün, yəni Cumhuriyyət elan olunandan sabahsı, İngilislərin təsiri ilə qədim Azərbaycan şəhəri olan, qədim Türk yurdu olan İrəvanı təsir altında məcburiyyət qarşısında o 3 nömrəli protokolda yazıldığı kimi zərurət olaraq, tarixi zərurət olaraq biz ermənilərə güzəştə getdik. Ramazan Hüseynov Qərbi Azərbaycanla, Zəngəzurla bağlı bir çox əsərlərin və maraqlı araşdırmaların müəllifidir. Ulu Yurdum İrəvan, Mühacir Hökuməti əsərləri təkcə bədii baxımdan deyil, elmi yanaşma baxımından da oxucu marağını cəlb eləyir. İrəvan qalası dram əsəri illərlə tamaşaçı rəğbətini qazanıb. Odur ki, Ramazan Hüseynov tarixçi yorulmazlığı ilə bugün də araşdırmalarını davam elətdirir. Dövlətin olduğu ərazinin paytaxtından durub cəhətləndirəndə ora Azərbaycanın qərb hissəsinə düşür. Ona görə də biz burada yaranmış Cumhuriyyətin, dövlətin ərazisini cəhətləndirəndə, yəni ora Azərbaycanın qərbidir. Ona görə də Qərbi Azərbaycan deyirik. Yəni Cumhuriyyət elan olunanda İrəvan Azərbaycanın tərkib hissəsi idi. Oradan nümayəndələrimiz var idi. Azərbaycan Milli Şurasında oturmuşdu Seyidov, Rzayev, Nərimanbəy, Nərimanbəyov. Bildiyiniz kimi İrəvan veriləndə o protesti verən də onlar idi. O inqilabı eləyən də onlar idi ki, sizin nə ixtiyarınız var ki, bizim babalarımızın mülkünü ermənilərə güzəştə gedirsiniz. Yəni bu məsələlər vardı. Sadəcə olaraq Azərbaycanın qərb hissəsidir və qədim Türk. Necə Bakı dədə torpağımızı, İrəvan da eləliklə bizim dədə-baba torpağımızdır. Yəni bunun heç bir şək şübhəsi, bir münaqişəli, bir mübahisəli bir tərəfi yoxdur. Bu torpaqlar qədim Türk torpaqlarıdır. Buranın nə məişəti, nə coğrafi iqlimi ermənilərin yaşayışına uyğun deyil. Ermənilərin bura gəlmə tarixi var. Səfəvilər zəifləyəndə, bu ərazilər Osmanlının nəzarətinə keçəndə 1500-cü ilin axırlarında bu ərazilərə, yəni İrəvan, Eçməzdin ərazisinə erməniləri köçürmüşdü Osmanlılar biraz Şah Abbas hakimiyyətə gələnə qədər və bir də Türkiyədən eyni ilə Kürdlərdən köçürülmüşdü Naxçıvan ərazisinə. Yəni Kürdlərin bu coğrafiyaya gəlməsi də yenə də Səfəvilərin o zəifləməsi bu ərazi coğrafiyanın Osmanlının nəzarətinə keçməsi ilə əlaqədərdir. Birinci erməni heç də 1813-1823-cü ildən bağlı deyil. Erməniləri indiki İran, yəni o coğrafiya, İsfahan, digər şəhərlərə köçürdü. Kürdləri isə o Naxçıvandan bəri tərəfə seyrətdi. 1828-1813-cü illər ki, yəni o köçürmələr ki var, o Xristian dövlətinin burada quberniyasının yaradılması filanı, o başqa bir mövzudur, kütləvi köçürmədir. Zəngəzur deyilən ərazi, yəni indiki azacıq qoy arayış verim, indiki Ermənistan ərazisində qalmış, yəni Qərbi Zəngəzur, yəni Sisyan, Köhnə Qarakilsə, bildiyiniz ora rayonlaşan da Qarakilsə rayonuydu. Başdan başa Azərbaycanlılar, yəni türklərin o yaşadığı ərazi idi. Qarakilsə, Goruz, Kafan, Meğrini isə sonradan bir süni surətdə yaratdılar. Oranın köhnə adı Sunikdir, yəni Sunik knyazlığı olub orada. O knyazlığı da 1065-ci ildə Səlcuq hökmdarı Alparslan o ərazini tutana qədər orada bir xristiyanlıq knyazlığımız var idi bizim. Yəni bir haşiyə dedim, biz Babəki satan Səhl Sumbat, yəni biz onu əslində elə xristiyan olduğuna görə deyirik ermənidir. Əslində heç ermənilə heç bir dəxli yoxdur. Xristiyan Türk knyazıdır Səhl Sumbat. Babək ilə eyni dildə danışırdı. Bu coğrafiyada erməni yox idi. Erməni də ümumiyyətlə heç bu ərazilərdə yox idi o dövrdə. Yəni
o dövrə qədər, yəni 1065-1100-cü illərə qədər xristianlıq bu coğrafiyada özünün tarix abidələri var, toponimləri var. Bunun ermənilərə dəxli yoxdur. Ermənilər özləri də çox gözəl bilirlər, yalandan uydurmalarına baxmayaraq. Məcburiyyət qarşısında verilən o sənəddə yazılır ki, biz İrəvan quberniyasını yox, yazır ki sənəddə, İrəvan və İrəvan ətrafı 9000 kvadrat kilometr ərazi vermiş ermənilərə. Bugünkü 29000 kvadrat kilometrin 9000 kvadrat kilometrini biz rəsmi vermişik. Zəngəzur ora daxil deyil. 3 nömrəli protokolda Fətəli xan Xoyskinin Azərbaycan Milli Şurasına yazdığı və razılaşma əsasında o verilir ki, 3 nömrəli protokoldur. O protokolu, yəni işte və Gürcüstan arxivindən 2004-cü ildə mən gətirmişdim. Bizim arxivdən hələ çıxartmamışdılar. Fətəli xan Xoyski yazır ki, biz ermənilərlə razılaşdıq. Məcburiyyət qarşısında qədim türk torpağı olan İrəvan və İrəvan ətrafı 9000 kvadrat kilometri ermənilərə tarixi zərurət olaraq güzəştə getdik. Onlar isə, ermənilər deyir onlar, o da yazır ki, orada konfederasiya, yəni bizimlə yaradanacaq dövlətin konfederasiyasına. Yəni, yazır ki, orada, onlar da Zəngəzur və Qarabağın dağlıq hissəsinə, dağlıq Qarabağ terminologiyası yoxdur. O, 1921-ci ildən sonra ortaya çıxdı. Zəngəzur və Qarabağın dağlıq hissəsinə olan əsassız iddialarından əl götürməyə söz verdilər. Yəni, Batum sadişində də bir daha yazılı surətdə bunu təsdiq edilər. Yəni, Zəngəzur Azərbaycan Xalq Cumhuriyyətinin ərazi vahididir. Ərazi vahidi olaraq 1918-20-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinin Qarabağ üzrə, yəni Qarabağ General Qubernatorluğunun ərazisi olaraq, yəni orada oturubdu, idarə edən Xosrov bəy Sultanov idi. 1920-ci il aprel ayının 27-sindən 28-sinə keçən gecə olan təhvil təslim aktında bu ərazilər kənd-bəkənd əhalisi bütün hər bir şeyi ilə o gördən görə dəyişmiş Əlheydər Qarayevə təhvil verildi. Yəni Zəngəzur Qarabağın tərkib hissəsidir. Qarabağdan idarə olunubdur. O cəmaat Qarabağ cəmaatıdır. Yalnız bir hissəsi, Naxçıvana bitişik hissə ki var, yuxarıdan biraz dərələrə yaxın, o hissə Naxçıvan cəmaatıdır. Naxçıvan tərəfdən. Amma qalan hissəsi Qarabağ cəmaatıdır, Qarabağ xanlığının ərazisidir, Qarabağ General Qubernatorluğunun ərazisidir. 1921-ci ildən sonraki oranı komünist hökuməti aldı, verdi ermənilərə. O əhali sonradan 1900 Azərbaycana gəlib gedəndə Ermənistan pasportlaşmasında Ermənistan Respublikasının pasportunu aldı və sonraki köçürülmələrdə onlar bura qaçqın kimi gələndə biz o əhalini artıq Ermənistanlı kimi tanıdıq. Əslində isə Qərbi Azərbaycanın ərazisidir, yəni o ərazidən bəri də Qarabağ xanlığının ərazisidir, Qarabağ General Qubernatorunun ərazisidir, Azərbaycanın yəni Qarabağ General Qubernatorluğunun təhvil təslim aktında oturur. Eyni ilə digər tərəfdən necə ki, bax bu günləri ora Qarabağ cəmaatı olduğu kimi Qaraqoyunlu dərəsi, Göyçənin bir hissəsi Qazax Sultanlığının ərazisidir. O cəmaat Qazax cəmaatı ilə eyni cəmaatdır. Sadəcə sonradan 1920-ci ildən sonraki o ərazilər Ermənistana qalandan sonra biz o əhalini artıq o tərəfdəkində Qaraqoyunlu dərəsində Ermənistan cəmaatı kimi tanıdıq, bu tərəfdə də Zəngəzurda olan Ermənistan. Əslində isə o cəmaat Qazax Sultanlığının ərazisidir, Qazax cəmaatı ilə eyni cəmaatdır. Bu isə Qarabağ cəmaatının bir hissəsidir. Çox maraqlı bir məsələ sizə, mən o məsələnin üstündən yan keçə bilmərəm. Zəngəzurdan danışanda ermənilərə qarşı və Sovet hökumətinə qarşı vuruşmuş Qaçaq Fərzalı olubdur. Qaçaq Nəbi, Qaçaq Fərzalı. Bunlar bu xalqın çox möhtəşəm oğulları olublar. Və Bəhlul Behçət indiki Qubadlı rayonundandır. Zəngəzurun qazisi olubdur. Çox möhtəşəm, savadlı bir kişi olubdur. Erməni-müsəlman məsələsində Qafqaz onun özünün bir Zəngəzur İslam ordusu olubdur. Onlar ermənilərə müqavimət göstəribdir. İstəyir Sovet hökuməti yaranana qədər, istəyir Sovet hökumətindən sonra. Yəni onu sonra tutublar o kişini. 10 il türməyə atıbdır. Hansı ki, bu xalqın ən möhtəşəm kişilərindən biridir və Qaçaq Nəbi poemasını da ilk dəfə o yazıbdır. Quranı, təfsilatı Quranı Azərbaycan dilinə ilk tərcümə edən Bəhlul Behçətdir, Bəhlul Çadidir. Yəni, çox möhtəşəm bir kişi olubdur.
Azərbaycanın azadlığı uğrunda gedən mübarizədə Zəngəzurdan çox möhtəşəm kişilərimiz olubdu, çox möhtəşəm mübarizələr olubdu. Yəni Sultan bəy də Zəngəzurdu, bilirsiniz, Paşa bəy, Sultan bəygil, Böyrük bəylərigil, yəni Hüseyin bəy, İbrahim bəygil, o tərəf Qubadlı tərəfdə Bəhlul Behçət onu kimi Bəhlul Çadi deyirlər. Yəni Qarakilçə tərəfdən digər bizim qəhrəman övladlarımız olub. Azərbaycanda Sovet hökuməti 1920-ci il aprel ayının 27-sində qurulmuşdu. Ermənilərdə isə dekabr ayında, noyabr ayında quruldu. Azərbaycanın Sovet hökumətini qəbul etmiş ordu qrupları ilə 11-ci Qızıl Ordunun hissələri Azərbaycan ərazisi deyə bu ərazini təfriq edir. Bu əraziyə girəndə o vaxtki orduya rəhbərlik edən Gordan Gora dəyişmiş Kirov, Mikoyan, Stalin, Orgencidze Azərbaycanın kommunistliyi qəbul etmiş ordusunun Zəngəzura girməsinə maneçilik törədirlər. Nərimanov nə qədər cəhd eləsə də buna imkan vermirlər. Ki, gələcəkdə, hələ yox da, gələcəkdə yaranacaq Ermənistan Respublikasının ərazisinə daxil edilsin. Hələ yox deyə Azərbaycan Sovet hökumətini qəbul edibdi. Ermənilər isə hələ Ararat Respublikası Sovet hökumətinə qarşı döyüşür. Zəngəzurda Ağoğlan abidəsi var, digər abidələrimiz var, Saraşıq abidəsi var bildiyiniz kimi. Cicimlidə abidə var, o tərəfdəki digər toponimlərdə olan abidələrimiz var. Orada olan kilsələr ki var, o kilsələrin heç biri erməni tarixinə, erməni kilsələrinə daxili yoxdur. Bizim xristiyan abidələrimizdir. Xristiyanlıq dövrümüzü necə Qarabağda olduğu kimi Türk knyazlığının adıdır. 1065-ci ilə qədər davam etmiş knyazlıqdır. Sunni knyazlığı. 1065-də də erməninin nə dədəsinin, nə babasının burada izi yox idi. Bizim xristiyanlıq tariximizə aid olan bir dərədir. O ki, Zəngəzur, zəng çalınan dərədir. Zur, torpaq, yarğan, dərə deməkdir. Yəni, türk dilində. Onu başqa adda da yozmaya düzgün deyil. O dərə Zəngi dərəsi ki deyirlər. Məsələn, deyirlər ki, tutaq ki, Çaylandı, Xaçın dərəsi, Tərtər dərəsi. Yəni, dərə çay axan ərazilərə deyilir. Burada Zəngəzur dərəsidir, Zəngəzur dərəsidir. Bildiyim bir şeydə imkan var ikən qoy deyim. Zəngəzurun ermənilərə verilməsi barədə Komünist Partiyasının bir yığıncağının bir qərarı var. Komünist Partiyasının dövlət vermir ha. Zavkomun bir qərarı var. Ancaq indiki bizim o tərəfdə qalan Qərbi Zəngəzur ki var, şərqi özümüzdədir, Qərbi Zəngəzur. O torpaqların verilməsinin elə hissələri var ki, orada heç nə SOVKP-nin, nə də ki bir kolxozun heç bir qərarı yoxdur. O qərarlarda, məsələn, konkret adlara qaydaq. Zəngəzur veriləndən 1921-ci ildə veriləndən sonra gör necə hissə torpaq verilibdir. Məsələn, orada ən böyük bizim yaşayış məntəqəmiz, qədim kəndimiz olan Nüvədi və Aldərə ki deyilir. Nüvədi və Aldərə 28-29-cu il, 30-cu illərdə verildi ermənilərə. Zəngəzurun Naxçıvan tərəfdən olan ərazisi ki var ki, 1900 hansı ki o Qars müqaviləsinə görə Naxçıvan Muxtar Respublikasının ərazisinin 3-cü dövlətə güzəştə getməyə hətta Azərbaycan hökumətinin özünün hüququ yoxdur. Amma buna baxmayaraq 1921-ci ildə, yəni Qars müqaviləsindən bağlanandan sonra 30-cu ilə qədər Naxçıvan Muxtar Respublikası ərazisinə 8 kəndi, hələ bəriki Aldərə, Nüvədi, Zəngilan tərəfdən olan demirəm, 2 kəndin də ərazisini, böyük əraziləri aldılar, verdilər ermənilərə. Yəni, Zəngəzurun verilməsində tutaq ki, belə deyək, bir SOVKP-nin, bir yığıncağının bir qərarı var, ermənilərə verilməsi barədə. Dövlət vermir, ha. Ancaq Zəngəzuru Dərələzin verilməsi barədə, Dərələzin çox hissəsi özümüzdəydi. O 114 min kvadrat kilometrin içərisində Dərələzin çox hissəsi oturur. 21-ci il Qars müqaviləsini verəndə yiyəsiz torpaq kimi elə əraziləri başlayaq deyir arpa çaydan, hündürlükləri göstərirlər, bölünür. Dərələzin böyük hissəsinin verilməsi, ortada heç bir sənət yoxdur. Elə belə sahibsiz sənət kimi mənimsəyiblər. Sahibsiz torpaq. Bəli, sahibsiz torpaq kimi. Zəngəzurun verilməsində SOVKP-nın bir iclasının bir qərarı var 1921-ci ildə. Amma Dərələzin verilməsində heç bir qərar yoxdur. Yəni ona görə də mən tamaşaçılarımızdan da və Azərbaycan ictimaiyyətindən də xahiş edirəm, gündəmə doğrudur. Bugün Zəngəzurdan bizim kommunikasiya xəttlərimiz keçməlidir. Dəmir yol, Naxçıvan Muxtar Respublikası ilə ərazisi ilə olan ana xəttimiz birləşdirməlidir. Cənab Prezident, yəni bu məsələnin üzərində
israrlıdır, haqlıdır, hüququ var bunu deməyə. Çünki bu Azərbaycan Respublikası 18-20-ci illərdə yaşamış Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi özünü elan edib. Azərbaycan Respublikasının prezidenti də bu respublikanın, həmən varis olan respublikanın prezidentidir. Yəni hüquqi cəhətdən iddiası tam hüquqludur, ixtiyarlıdır, beynəlxalq hüquqa söykənmiş bir iddiadır. Ancaq məsələnin digər tərəfi ondan ibarətdir ki, bizim üçü işğal altında qalan, necə ki Qarabağda işğal altında qalan bütün torpaqlarımız uğrunda döyüşdük və o torpaqlar bizim üçün əzizdir. Kommunikasiya xətti keçdi, keçmədi, heç daşına, qayasına bir keçid çıxdı, çıxmadı. Orada olan daş da, qaya da, bütün toponimlər, bütün ərazi bizimdir. Hər bir şey bizim üçün doğmadır. Hər bir daşına, qayasına, nəinki Zəngəzura, Göyçəsinə də, İnci dərəsinə də, Lor Pəmbəkdə olan ərazimiz, Vedidə olan torpaqlarımız, doğma torpaqlarımızdır, əcdadlarımızın orada qəbri var. O uğrunda mübarizə davam eləməlidir. Ola bilər ki, indi aldıq, ola bilər sonra aldıq. Hədəfimiz Qərbi Azərbaycan, hədəfimiz Zəngəzurdur. Nə yazıqlar ki, 1918-ci ildən xain qonşularımıza məcburən verilən torpaqlar sırasında Zəngəzur əraziləri də olub. 200 ildən çoxdur ki, torpaqlarımızı parça-parça bölüb yad ellərə verməyə məcburuq və parçalayıb aldıqları torpaqların bir parçası da geri qayıtmır. Son 44 günlük müharibədə göstərdiyimiz qəhrəmanlıq, torpaqlarımızın geri qaytarılması, Azərbaycan dövlətinin ərazisinin bərpa olunması belimizi dikəltdi, məğrurluğumuzu özümüzə qaytardı.